Hər vaxtınız xeyir dostlar. Bu videoda iki məlumatı sizinlə paylaşacağım. Belə ki, AZS-də bütün daxil olan zənglərə qadağa qoyulmasını və gələn zənglərin digər nömrəyə yönləndirilməsini göstərəcəm. Daha sonra bu xidmətləri ləğv edərək əvvəlki vəziyyətə gətirməyi göstərəcəm. Düşünürəm ki, bu video sizin üçün faydalı olacaqdır. Deməli, telefonun ekranında ulduz 21 ulduz 60 80 diyez yes yığmaqla bütün daxil olan zəngləri qadağa qoyulmuş olacaq. Lakin sizin nömrənizə zəng edilən zaman həmən an sizə SMS gələcək ki, filan nömrə sizə zəng edib. Zənglərə qoyulan qadağanın nömrəyə gələn bu və ya digər SMS-lərə aidiyyəti yoxdur. Bu xidmət ancaq zəngləri qadağan edir. Xidmət pulsuzdur. İkinci paylaşımım isə yönləndirmə xidməti haqqında olacaq. Yönləndirmə xidməti isə bütün daxil olan zənglərin istənilən mobil operatora yönləndirilməsini həyata keçirir. Yəni ki, istənilən Azercell, Bakcell və NAR nömrələrinə hətta şəhər kodunu yazmaqla ev telefonuna belə yönləndirmək olar. Bunun üçün ulduz 21 ulduz 050 051 55 70 77 nömrələrindən birini və yaxud şəhər nömrəsi daxil etməklə, bayaq dediyim kimi ev telefonu, iş telefonuna hər hansı bir şəhər nömrəsini yazmaqla, diyez yes yığmaqla nömrənizə gələn zəngləri həmən nömrəyə yönləndirmiş olacaqsınız. Belə, hər iki xidməti ləğv etmək üçün diyez 21 diyez yığırsınız və salam. Bu qədər dostlar. Kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Sağ olun.